Salam dostlar, hər birinizi salamlayıram. Xoş gəlmisiniz kanalıma. Bugün orada yerimdə yazmışsınız ki, tək tənha insanlara da açın, baxın. Baş üstə, baxın. İki variant qoyacağım. İki variant olacaq dostlar. Özünüzü düşünün, gələcəyinizi düşünün. Və mən iki variant koyacağım. Birinci variant, ikinci variant. Deməli, içiniz nə vəziyyətdə baxacaq, iç halınıza, şuur altınız, probleminiz, gələcəyiniz və məsləhət kartı olaraq ikinci kartı qoyuram bura. Və birinci variantda belə bir siçan qoyacağım. Energetikdir bu arada, bunu da deyim. Yəni adi siçan deyil, adi statuetka deyil. Bu adidir. Adidir. Snegovikdir. İkiyə də bunu qoyacağım. Və mən birinci variantdan başlayıram dostlar. Deməli, iç vəziyyəti. Baxın, burada biri tutanlar. Hal-hazırda pis görmürəm sizə, pis görmürəm. İşinizdə həmişə nə olur olsun ümid edən insansınız, hər şeyin ən yaxşı olmağına. Və belə bir şey deyim, tarazlıqda getməyən insansınız, işdən başa düşürsünüz. Bəzən özünüzü yaxşı hiss edirsiniz, bəzən pis hiss edirsiniz. Bir qaydada heç nə getmir burada. Şaşırırsınız. Qonşuların ördəkləri tutduq, nələridir. Çığırışırlar. Şuur altınızda. Şuur altınız burada belə deyim, pis işləmir şuur altı, normaldir. Belə ki, problemlər olsa belə ümid edirsiniz yaxşı olacaq deyə. Həmişə çox ümidinizi üzən insan deyilsiniz görürəm də, düz deyirsiniz. Və şuur altında belə bir şey deyim sizə, şeyləməyin. Bax, problemlər var. Problemlərə ilişib qalmayın. Problemlər hər yerdə var. İlişib qalmayın. Qalmırsınız görürəm. Ümid edirsiniz yaxşı olar deyə düz edirsiniz. Tak, şuur altı və problemləriniz. Hisslərlə əlaqəli. Hisslərlə əlaqəli ola bilsin, gözləntiləriniz bir neçə dəfə doğrulmayıbdır. Və buna görə də bəlkə ola bilsin, bəziləriniz inanmırsınız. Daha çox pis tərəfini düşünürsünüz. Deyək ki, insan həyatınıza laf kimsə gəlsə belə daha çox gözləntilər negativdir də. Ümid eləmirsiniz. Amma şanslarınız yenə var, bunu unutmayın. Gələcəkdə sizi nə gözləyir? Bax, qadınlar. Əgər qadınlar baxırsa, görürsünüz, kim gözləyir sizi? Ümidinizi üzməyin. Sizdə biraz özünüzü narahat eləmək, qorxutmaq problemi də var. Gələcəkdə həyatınıza mütləq sizi ehtiraslı insandır, aktiv insandır və bundan əlavə də mütləq həyatınızda sizin kimsə olacaq, kimsə gələcək. Sıradan bir adam da deyil. Və kişilərə də tam əksi də belə ki, necə ki, sizin həyatınıza mütləq çox güclü intuisiyası olan ağıllı bir xanım gələcək həyatınıza. Yəni bu 100%-dir. Qadınlara kişi, kişilərə qadın, əgər sizi o maraqlandırırsa. Ümumiyyətlə, pis heç nə gözlənilmir gələcəkdə. Narahat olun, məsləhət olaraq. Burada nədir? Burada deməli, ehtimal çox ki, məsləhət olaraq bu kart çıxsa sizə, sizin verdiyinizin əvəzində az götürürsünüz. Çox sevgi verirsən, az götürürsən. Əziyyət çox çəkirsən, az qiymətləndirilirsən. Gözləyib durma. Və sənin qədrini, qiymətini bilməyən insanlar üçün nələrsə eləmək lazım deyil. Medvejiya, usluqa lazım deyil. Və bu arada onu da deyim ki, bəzilərinizə bu kart nə məsləhət görür? Heç kəsdən borc, nə vermə, nə götürmə. Başa düşdünüz? Və yəni lazım olandan artıq heç kəs üçün işini eləmirik. Və nəsə gözləyib durmuruq. Addımlar atırıq özümüz üçün. Yaxşı.
Birinci variant bu kadar. İndi ikinci varianta geçirik. İkinci variant iç. Oo, ne kadar içinizdə negativ çoxdur. Həyat sizi çox güclü eləyib. Bəzən hətta kobud eləyə bilər. Biraz soyuqqanlı eləyib həyat sizi. İç halınız belədir. Şuur altı. Şuur altı. Zəifdir şuur altı. Uşaq kimisiniz? Bax, şuur altında uşaq üzdən ayrı cür görünürsünüz. İçdə belə var bu şey soyuqluq. Amma şuur altı zəifdir. Şuur altı uşağın şuur altısı kimidir. Tez aldana bilərsiniz, inana bilərsiniz. Sevgidə istəyirsiniz görüm. Şuur altında biraz bəzi şeyləri negativ düşünürsünüz. Bax. Halbuki yaxşı düşünməlisiniz. Yaxşı düşünün. Şuur altını dəyişin. Burada spaysızsa evlənəcəksiniz. Evlilik təklifi olacaq. Və bundan əlavə problemləriniz burada nədir? Burada probleminiz nədir? Kartıdır bu. Probleminiz ola bilsin bəzi şeylərə çox həssas yanaşırsınız, həssas və yaxud da daha çox yeyib içmək, şənlik belə ola bilər. Bəzilərinizdə budur variant. Biraz ciddi yanaşın həyatınıza və başqaları üçün özünüzü az qurban eləyin. Problem. Gələcəkdə sizi nə gözləyir? Sil. Güc. Hansısa bir probleminizi həll edəcəksiniz. Çətin probleminizi görürsünüz burada. Uşaq qorudu, fəth eləyib. Yəni bunu yəni kratit eləmək hər adamın işi deyil də. Başa düşdünüz? Ən çətin problemlərinizi belə düzəltmək, yoluna qoymaq iqtidarındasınız və qoyacaqsınız da. Hansısa bir probleminiz varsa ən çətini belə həll olunmasıdır. Məsləhət olaraq görürsünüz, bax birinci kartda da koroleva çıxmışdı, meçey. Burada da nədir məsələn? Biraz yumuşaq olun. Yumuşaq olun. Necə şuur altında yumuşaq edirsiniz uşaq kimi. Amma realda ayrı cür aparırsınız özünüzü. Biraz yumuşaq olun. Bax, bəzi yerdə yumuşaq olmalısınız. Bəzi vəziyyətlərdə öz sözünüzün, öz nəyinizin üstünə durmalısınız. Şaşırsınız. Mən belə deyərdim ki, biraz yumuşaq olmalısınız. Biraz yumuşaq olun. Qulaq assın qarşınızdakı insana, yaxşı mı? Biraz mənfi cəhətləriniz var sizin. Biraz egonu azaldın. Yaxşı. Biraz bu şeylərin üzərində işləyin dostlar. Yaxşı mı? Hər şey yaxşı olacaq inşallah. Bax belə. Yenə açımlar edəcəm. Maraqlı səhifəmi izləyin. Abunə olun, klass verin dostlar. Bu qədər.